Onu Şey başlayaq. Hə. Yaddaşım oldu. Nəysə, davam edirik. Davam edirik çünki videonun ilk giriş hissəsi silinibdi. Sualım buydu ki, mənlə bağlı xoşuna gələn 3 dənə müsbət xüsusiyyət, 3 dənə də mənfi. Amma sənin gözündən gördüyün bilsən necə? Yəni sənə görə pis olan yox, mənim özümdə pis olan bir şey. Qarşı sual verir. Mənfi cəhətlərimdə, mənfi müsbət Sənin cəhətlərim. 3 dənə ən yaxşı müsbət cəhətin. Və mənfi cəhət. 3 hours later. Ən mülayim olmağı. Müsbət. Mülayimsən, müsbət. Yəni həm özünü sevdirə bilirsən, həm sevindir adamı şey edə bilirsən də, yəni ələ ala bilirsən. İkinci, haqqını tələb eləməyin. Nə olur olsun, öz haqqını tələb eləməyin. Onu bayaq da söhbət elədik istəməyim. Üçüncü. 6 hours later. Məqsəd yolunma. Yox. Kameramanımızdan dəstəyə gəlir. Məqsədi yolunma başqa. Üçüncü. Valideyninə qoyduğun hörmət. O hörməti görürəm mən səndə. Kameramandan görə bilmədiyimiz. Neysə. Hər evdə olur məncə belə şeylər. 3 dənə mənfi. 3 dənə mənfi. Vay vay, indi yerin dibinə soğacaqdı mən. Qoy fikirləşim görüm mənfi cəhətlər nasıldır. Yox deyirə, tapa bilmirsən. Yox deyirə, tapa bilmirsən. Ağlıma işinə gəlmir. Aysa tapa bilmirsən, Frank keçir. Tapa bilmir. İnşallah sonra da yadına düşməz. Mən də gecə oturub onu fikirləşəcəm, bunun mənfi cəhətlər hansıdır. Səncə mən bəs mənfi cəhətlərim nədir? Birazdan gəlirəm. Nədir bunun mənfi cəhətləri? Hə, yox. Yox. Sümüc deyiləm mən. Maşallahdan elə deyil. Əvvəl eləydi. Maşallahdan elədir. Belə çox arada çox triplərinsən boş-boş. Mən? Hə. O özün yəqin nəyə səs. Aqressiv olursan, ətrafındakilərdən çıxırsan əsəbini. Pişikdən zaddan çıxırsan. Qoç bürcəm ona görə. Biz eləyik. Atam da qoç bürcüdür. Gizli egoizm. O yadıma çıxır. Egoist, heç yadıma düşmür. Gizli egoist. Necə olur ki, mən həm mülayimə oluram, həm egoist oluram? Mülayimsən bizə qarşı, egoistsən özünə qarşı. Yoxsa yox, nətər? Yoxsa tərsinə? Yox, mülayim səni. Prosto egoist tərəfin də var, amma bastırırsan. Əsas o iddia edə bilirəm də. Yəni bastırırsan da. Yaxşı. Bastırmasan pis olacaq. Psixologlar videonun altına yazırmışlar. Mənim problemim nədir? Sonra. Mənfi cəhətlər başqa ağlına gəlmirdi onda. Yox da, indi lap gəlsə də sən mənim evladımsan ki, mən onu demərəm axı. Nə gözəl. Mən səhv edir bu cavablar. Burada qəşəng bir sual var. Deyil. Əgər mən sənin yerində olsaydım, hansı qərarı fərqli verərdim? Mən sən olsaydım, məsəl üçün, mən sən yaşadığım həyatı yaşasaydım, mən nəyi fərqli eləyərdim? Mənə elə gəlir, sən heç kimin nazından oynamazdın. Yes. 100%, mən indi də heç kəsin nazından Mənim yerim olsaydın, heç kimin nazından oynamazdın. Mən çox səbirliyəm. Səndə o səbir yoxdur. Düzdür. Əslində çox şey fərqli eləyərdim, yəni bir çox şeyləri fərqli eləyərdim. Onda onun həyatı olmayacaqdı, başqa həyat olacaqdı. Amma düz deyil, yəni mən belə səbirli insan deyiləm. Səbirliyəm, amma kimsə nazından olmayan deyiləm. Sonra, hansı günümüzü yenidən bir yerdə yaşamaq istəyərdim? Arxada bir dənə şey, səd musiqidə, heç yaxşı günlərimiz falan yox. Ağlamaqlı şeylər. Nə bilim, olur. Aklıma gəlmiyor. Gəlmir. Mənim ağlıma bir dənə gəlir. Özü bugün ağlıma gəldi. Hansı universitetə getmişdim diplomu götürməyə. Əsmərə də danışırdım. Flexin imtahanına getmişdim yadımda. Sonra keçə bilmədim, ağladım elə demək orada. O günü bir də yaşamaq istəyərdim, amma fərqli şəkildə yaşamaq istəyərdim. Keçmək istəyərdim. Keçmək istəyərdim. Bir də keçməsəydim də o qədər özümə dərd eləməzdim, yəni. Evet. Çünki onda məsəl üçün o universiteti xəyalını qururdum, 11-ci sinif idim. Və o universitetin qabağında o şeyi yaşamağım mənə lap belə pis təsir eləmişdi ki, yəni də və onda özümə söz vermişdim ki, nə olursa olsun mən bu universitetə daxil olacağam.
Ya, o qərarı verməzdim, o sözü verməzdim. Qəti verməzdim. Başqa universitet seçərdim. Sonra mənimlə bağlı ən çox əsəbləşdiyin şey nədir? Ya da uşaq vaxtı mənim ən çox nəyimə əsəbləşirdim? Uşaq vaxtı mən heç vaxt əsəbləşməmişəm. Amma səninlə bağlı əsəbləşdiyim şey çox müstəqilsən. Yaxşı bir şeydir də o indiki dövr üçün. Bəzən mən evə gəlirəm, Nilüfər hanı, Nilüfər hələ gəlir, yoldadır. Hə. Yoxdur, Nilüfər hardan gəlir, necə gəlir? Amma sonra yazıb deyirəm də. Mən deyəndən sonra, yazandan sonra ki, hardasan, sən deyirsən. Sonra. Hə. Sonra mən uşaq olanda mənim gələcəyim necə təsəvvür edirdim mənim gələcəyimi? İndiki kimi təsəvvür edirdin yoxsa daha başqa cür? Sən uşaq olanda mən ən birinci fikirlərim, o vaxtki fikirlərimdə yəni, bu idi ki, qız uşağı nədir, oxumaq nədir, 8-ə qədər oxudub, siyə qutardı, gəlsin otursun evdə işləmək nədir, qız nədir, türmə variantı. Sonra birdən-birə fikrini dəyişdim ki, yox. Bundan qabaq dediyi cümlə fikir verdinizdə, çox müstəqilsən. Hə, sonra fikrini dəyişdi ki, yox, qız uşağısa olsa da oxumalıdır, özünə iş qurmalıdır, ayaq üstə durmalıdır. Mən elə bildim ki, mən elə həmişə olacam, yanlarında olacam, bunların heç nə ehtiyac olmayacaq. Amma həyatda adamın başına hər iş gələ bilər, özü öz çörəyini qazanmağı, bacarmalıdır. Düzdür, razıyam. Səncə mən sənin nəyə əlaqəli deyil? Keçmişdən də, yəni tarixdən bir tutaq ki, hökmdar olmaq istəsən hansı olardım? Mən? Və səncə mən hansı olardım bir də? Əslində bu biraz da insanın öz xarakterini, iç dünyasını açığa çıxardan olur. TikTokda testlər falan olur, sən kimsin, keçmiş yaşamda kimsin falan. Sənin kim olmağın? Səncə də misal üçün? Mən də hökmdarlardan, qadın hökmdarlardan sənin kimi. Xaricdən də ola bilər. Kişi də ola bilər. Hə, kişi də ola bilər. Prosta xarakterdə yəni. Kişi də ola bilər. Hə. Xarakter, siyasət, davranış. Sultan Süleyman. Nə? Qəşəngdir ha. Sultan Süleymanın o küsməkləri var idi adamla. Ayda. İnciyirdi birdən belə. Hürrəmlə incidir. Ondan sonra şeydən incidir. Mən küsəyərəm ki. Sən parqal olardın. O oğlundan incirdi, bir də gördün küsürdü. Sən niyə mənə qarşı belə elədin? Mən küsəyərəm, mən küsəyən deyiləm bax. Məncə. Nə bilim, küsəyən deyilsən, şey sərt də. Ayşə demiş, tripliyəm. Səndən hökmdar olmaz. Yox, məncə olar, çox qəşəng olar. Demək ki, o tərəfimə hələ tam Bilirsən, göstərməmişəm. Sən vəzir olarsan. Sən bilirsən, sən haqla, ədalətlə istəyərsən, yönətərsən, düzdür. Haqla, ədalətlə də çox vaxtı yönətmək olmur. Qəddarlıq da lazımdır, biclik də lazımdır, türkü də olmalıdır. Məsələn, sən oğlunu boğdurdardın. Mən Sırf ölkəniz. bəlkə də sürgün falan eləyərdim, zindana atardım, amma boğdurtmazdım. Orada sən məni güllələyərsən ki, hökmdar olsun. Deməsən qəddarlıq lazımdır. Ataya qarşı yoxdur. Hökmdarlar öz atasını öldürürdü, oğlunu. Hə, deyə öldürmərəm, ya onu eləmərəm, amma başqa tədbir görərəm. Öldür qutarsın geçsin də nə tədbir görərsən. Bayaqdan danışıram ki, atan qəlbini qırmaq olmaz. Özün deyirsən. Öldür də qəlbi zadı qırılmasın da çıxsın geçsin. Əslində bəzi insanları görməzdən gəlmək daha böyük cəzadır. Mən tarixən danışıram da indi. Hə. Bəzi insanları görməzdən gəlmək, o şəkildə cəzalandırma, o daha böyük cəzadır. Öldürsən, məsəl üçün atam da dediyi kimi, rahat bir şeydir, ya ölüb gedəcək. Şımarıq bilsən də nədir? Bilirəm. Ərköyün. Şıltaq. Nə, şıltaq? Məncə yox. Məncə də yox. Səncə? Yox. Yox. Bəs səncə Ayşə şımarıqdır, yoxsa daha çox mən? O şımarıqdan çox psixi xəstədir. Onu həkimə göstərmək lazımdır. Mən qatılıram buna. Ailəmizin iç yüzü açıldı. Qatılıram. Şey, kamerada... Dostlar, videoya baxın, mənim psixolog pulum çıxsın. Yaxşı. Bəs qızlara nə məsləhət vermək istərdim? Qızlara, nəinki qızlara, bütün evlatlara məsləhətim o ki, ancaq valideynin qədrini. Mən bir dənə onda Rus demişkən, zasekləsən aydım, qədri bilmək vəsələ. Hər bütün evladlar valideynlərin qədrini bilməlidir. İstir. Olardım. Mən? Ağlıma birinci Əmir Teymur gəldi. Bilmirəm. İlk deyəndə, yəni, özüm qoşalı. Məncə Qara Yusif olar. Qara Yusif, nə alaka? Çox onun belə riski qərar dəyişir, riski. Mən? Anidən triplənir, qərar dəyişir. Gedir türməyə düşür, gəlir, təzədən dirçəldir özünü, yəni. Mən elə ya. Anidən qərar dəyişir.
Yok ya prosto şeydi de o da biraz. Bence o biraz Yatmağı seven hansı hökmdardan çox yatmaq sevir? Hökümdarlar çox yatmır. yapmaz. Rüveyləsi orada Bir yatır. tane şey vardı. 3. Ahmet idi neydi? Saraydan hiç çıkmamıştı. O sen olardı. O ben. O sen. Tərpətmə onu tərpədi. O sənsən. Hiç onun değil onun döneminde hiçbir silah görünmüyor. Saraydan hiç çıkmıyor. Hə, yadımda. Üçüncü Əhməd. Nasıl deyse Ahmet idi neydi böyle bir şey. Hə o Türklərdə var ya şeylər Osmanlı sultanları. Bildim də 3-cü Əhməd hansıydı o 3-cü Əhməd? Yani bir tane dəlibsi var idi bir tane de. Hə, Kösem Sultan'da vardı dəlisi. Sənsən o. Kletkada saxlanan şahzadə. Neydi? Ha, neçə il onu saxlamışdılar. Şeyin qardaşı, Əhmədin qardaşı. Yusif idi, Yusif idi, neydi onun adı? Kazım idi. Uşaqlıqdan onu saxlayırlar neçə il ki, çıxıb hökmdar olmasın. O da çıxır, məcbur çıxardırlar. İbrahim. İbrahim İbrahim Sultan. Nəysə də mən sənə Əmir Teymur oxşatdım. Sən Əmir Teymur çox qəddar insan oldu. Bu Əmir Teymur Mən qəddarlığına görə demirəm ha. ağlına görə. Ağlına görə, idarə etməsinə görə. Qəddarlığının qalsa hansı hökmdar qəddar deyil? İlham Əliyev. Video İlham Əliyev. blok eləyirlərmiş də video. Tapırlar mən qaramaşımı. Qəddar deyil o. Təşəkkür edirəm video üçün. Öpüyorum, seviyorum, bağrıma Vaxt basıyorum. ayırdığın üçün. Gələn dəfə də artıq necə bir tipdə video olacaq bilmirəm amma. Gələn dəfə də mən də öldüm. Hə, olar səninlə də çəkə Olar. bilərik. Bilməm necə olacaq. Sağ olun, izləyin, yorum eləyin. Bu qıza zad edin oradan, yazın. Doğru. Qoy qabağa getsin. İşte. İti yanında saxla, amma çubuğu əlindən buraxma. Qəşəngdir. Kəsildi. Olsa belə düzdür. O necə olur? O olar ki, ata haqqı var. Vəssalam. Yaxşı. Bura bir tane şey var qardaşım. Ata, sən məni varxam. Ən sevdiyim mahnı nədir? Amma həmin mahnını mənə həsr eləyəcək. Sənə həsr edəcək. Ən sevdiyim mahnı. Bugün maşında qulaq asdığımız mahnılar. Xəncərəcə. Yox, xəngələ gəlmə dayı. Mənə həsr eləyirik. Xəngən nə əlaqə? Qəliz sualdır, bilmirəm. Mənim elə bir konkret bir mahnıdan xoşum gəlmir. Misal üçün də ova gəlin. Mən Xuramanın mahnılarını xoşlayıram. Ən çox xoşladığım da yağmur yağıyor. Nə bilim nə. Yaxşı. Ağlına gəlsə deyərsən. Sizin qoyma mahnı. Yox, 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 yox.